yaxşı təbib elə təbiətin özüdür. Bu sarıdan kənd yerində yaşayanların bəxti gətirib. Bəs biz şəhər cəmaatı nə eləsin dediyinizi eşitmiş kimiyəm. Bunun da çarəsi var. Şəhərin o səs-küyündən sizi ayıran, amma elə şəhərin içində olan bir məkan var. Nəbatət bağı. Bugün həm bu bağın tarixindən danışacağıq, həm də bugünkü fəaliyyətindən. Ümumiyyətlə, dünyanın 148 ölkəsində 1700-dən artıq nəbatət bağı və dendrari fəaliyyət göstərir. Bizim ölkəmizdə isə ilk dəfə botanika bağının salınması haqqında təkliflər hələ 1900-cü illərdə irəli sürülüb. O vaxtlar Bakı şəhəri iri neft sənayesi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSR Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində Kavalskaya İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı. 1934-cü il iyun ayının 15-də Azərbaycan SSR Xalq Komissarları Soveti Bakı Sovetinə nəbatət bağının salınması üçün vəsait ayırmasını tapşırır və elə həmin ilin iyul ayının 3-də Dağüstü Parkdan indiki Qurd qapısına qədər olan 80-100 hektar aralığında olan sahədə Nəbatət İnstitutu və Nəbatət bağının salınması haqqında qərar qəbul edilir. Elə yeri gəlmişkən sizə buranın niyə Qurd qapısı adlanmasından da danışmaq istəyirəm. Bunun bir neçə versiyası var və hamısı da bir-birindən maraqlı. Bir versiyaya görə bu yerlər əvvəllər Qasımçapan adlanıb. O vaxtı Bakıya ticarət üçün gələn karvan yolları məhz buradan keçərmiş və həmin o yolun üzərində də bir qaya parçası olur. Həmin o qaya parçası yolu dar elədiyindən Xocasənli Qasım adlı bir daşçapan kişi həmin o qaya parçasını oyur, yolu genişləndirir. Ondan sonra bu yerlər adlanır Qasımçapan. O ki qaldı Qurd qapısı sözünə. 1918-ci ildə Azərbaycana qarşı törədilən soyqırım zamanı müsəlman türk qüvvələri məhz burada mövqe tutur və o gündən sonra bu yerin adı Türkün totem simvolunun yadigarı olaraq Qurd qapısı qalır. Başqa bir versiya da var və bu barədə Qılman İlkin yazır. Ümumiyyətlə, onu da deyim ki, o vaxtı Bakıya gələn səyyahlara iki yeri göstərərlərmiş. Biri Atəşgah, biri də Qurd qapısı. Qılman İlkinin yazdığına görə o vaxtı burada bir yenə də qaya parçası olur və o qaya parçasında xəzri küləkləri bir oyuq açır. Oyuğun diametri o ölçüdə olur ki, oradan yalnız bir qurd keçərmiş, canavar keçərmiş, yəni o ölçüdə olur. Ona görə də el arasında buranın adı qalır Qurd qapısı. Sonuncu versiya isə odur ki, həmin orada olan qaya parçasındakı oyuğu külək döyəclədikcə oradan gələn səs qurdların ulamasına bənzədiyinə görə xalq arasında həmin yerin adı qalır Qurd qapısı, daha doğrusu rusca ona Volçi Varot deyirmişlər. Bu versiyalardan hansı düzdür, onu deyə bilmərəm. Amma düz olan məqam odur ki, 1940-cı ildən etibarən həmin o ərazidə qəbirstanlıq salınır. Aleksandr Düma da burada olub. O 1858-ci ildə bu yerləri belə təsvir edir. Qurd darvazasına gəldikdə isə deməliyəm ki, bu başqa aləmdir. Bu qəribə kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döşündə yerləşir. Etna vulkanının xarabazara çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürək sıxıcı mənzərəni andıra bilərdi. Boz və çılpaq torpaq, durğun su gölməçələri, iki dağ arasında vadi, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur Qurd qapısından görünən mənzərə. Deyirəm, kaş Düma indi də sağ olardı və görəsən indiki açılan mənzərəni hansı sözlərlə ifadə eləyərdi. Deyəsən,
mövzudan çox uzaqlaşdıq, qayıdaq nəbatət bağına. Bu bağda ilk dəfə 1935-ci ildə toxum, qələm və tinglərlə əkin işinə başlanılır. 1936-cı ildə isə Nəbatət İnstitutu təşkil olunur və Nəbatət bağı institutun nəzdində fəaliyyət göstərməyə başlayır. 1935-1938-ci illərdə bağın ərazisində emalatxana, istixana, oranjeriyalar və həm də bağın əməkdaşları üçün bina inşa olunur. ...1937-1940-cı illərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar olaraq bu bağın sahəsi 16 hektar qalır və indi deyəcəyim məlumatı əminəm ki, çox az adam bilir. O vaxtı Telegüllənin inşasını məhz Nəbatət bağının ərazisində planlaşdırırlar. Amma akademik Həsən Əliyev buna mane ola bilir. O şəxsən Heydər Əliyevə müraciət edir və Heydər Əliyev Telegüllənin Nəbatət bağının ərazisində deyil də indiki yerində tikilməsini tapşırır. Hazırda kölgəsində dayandığım bu daş palıd ağaclarını da ölkəyə şəxsən akademik Həsən Əliyev gətizdirib. Hazırda yanımda tropik və subtropik bitkilər laboratoriyasının müdürü Aytən xanım var və biz onunla birlikdə oranjeriyalardan, iki oranjeriyadan birindəyik. Aytən xanım, xoş gördük sizi. Salam, salam. Xoş gəlmisiniz Mərkəzi Nəbatət bağının gözəl məkanına. Çox sağ olun, çox təşəkkür edirik. Gəlin danışaq, oranjeriya ümumiyyətlə nədir? İstixanalardan nə fərqi var? Oranjeriyalarda bitkilər qorunub, saxlanılır. Yəni ki, burada sırf iri bitkilər əkilib və becərilib iqlimləşir bizim şəraitə. Aha. Bu bitkilər tropik bitkilər, yəni çöl şəraitində əkilib becərilə bilmədiyi üçün xüsusi belə oranjeriyalarda əkilir ki, onlar məhv ola bilər çöl şəraitində. Deməli, istixanalarda əslində bitkilər yetişdirilir, amma oranjeriyalarda həmin o bitkilər qorunur. Burada neçə növ bitkilər var? Yeni bizə gətirilmiş bitkilərin növlərin sayı 108-ə çatdırılıb. Çox gözəl 108 növ yeni bitki əkilib becərilir burada, çoxaldırılır. Çox maraqlı bir bitkilər var. Mən sizə bəzilərini göstərəcəm. Buyurun. Çoxunun marağını cəlb edən bu kofe arabika bitkisidir. Gördüyünüz kimi elə tozlanıb, qəşəng yeni kofelər alacağıq bu yaxınlarda. Ay, nə gözəl. Bəli, kofe arabikadır. Çox maraqlı, həmişə yaşıl bitkisidir. Bitkidir, öz vətənində 8 metrəyə qədər çatır boyu. Bizdə hələ ki belə yenidir. Bəli, yeni. Əminəm ki, o da ən azı 8 metr olacaq. Bunlar da el dilində deyək də kişi xoşbəxtliyi. Kişi xoşbəxtliyi bitkisidir. Çox maraqlıdır. Bizdə cürbəcür onun rəngləri var. Amma ki, kişi xoşbəxtliyi indi hər yerdə satılıb, belə deyim ki, ziyarətçilərimiz də o bitkini gözəl tanıyır. Burada onun bir növü var, King Junglidir. O gigant bir bitkidir, gördüyünüz kimi. Baxsaz, çox fərqli bir görünüşə malikdir. Bəli, onun gülüdür. Çox maraqlı bir bitkidir. Hamıya göstərim, deyir ki, bunlardan biz görmüşük, deyirəm, amma bu onun bir tamamilə fərqli bir növüdür. Çox maraqlı King Jungli adlanılır. Başqa hansı bitkilər? Bu qıcı bitkiləri də hamının marağını doğurur. Bu ağacvari qıcı fəsiləsinə aid olan bir bitkidir. Qıcı kimilərə aid olan bir bitkidir. Bunun 140-dan çox yaşı var. Çox maraqlıdır ki, bunun suvarılması hamının marağını doğurur. Yuxarıdan 20 litr sunan bunun gövdəsi doldurulur gündə 3 dəfə. Gündə 3 dəfə? Gündə 3 dəfə 20 litr su dolur bu gövdəsinə və belə də çox maraqlıdır. Birinci dəfə də elə bir bitki görürəm. Bu bitkinin köküyü də çox maraqlıdır. Bu da bəli, burada elə bil ki, su ehtiyatını, bakarneya bitkisidir, su ehtiyatı onun bax kök tərəfindən yığılır və belə bir təəccüblü belə bir forma alır bu bitki. Necə maraqlı işiniz var Aytən xanım? Çox maraqlı. Çox sağ olun, çox sağ olun. Burada baxın, belə deyim, arika kimi fəsiləsinə aid olan balıq quyruğu deməli belə bir adlanır el arasında. Eynən də balığın quyruğuna Xamidariya bitkisidir. Çox maraqlı bir bitkidir bu da. Alakatsiya.
Mənim ən sevdiyim bir bitki gigant alokasiyası, Alocasia portadora. Çox iri yarpaqları olur. Yarpağının elə bil ki, diametri gəlib 1 metrəyəcən çatan bir bitkidir. Bəli. Bu məqamda onu da qeyd eləyək ki, çox təəssüf ki, bura hələ ki ziyarətçilər daxil ola bilmir oranjeriyalara. Adaptasiya perioduna görə, bitkilərin adaptasiya periodudur. Ona görə də biz hələ ki ziyarətçilərimizi qarşılaya bilmirik. İnşallah bir aya mənə elə gəlir ki, bitkilər biraz belə uyğunlaşandan sonra artıq oranjeriyalara girişlər açıq olacaq. O müddətə qədər də bizim verilişə baxın, buradan görün oranjeriyada olan bitkiləri. Bəli, baxın. Çox maraqlı, bunu da göstərim sizə. Çox maraqlı, o da qıcı kimilər fəsiləsinə aid olan maral buynuzu deyirlər. Fikir versəz də Platycerium bitkisidir. Тоже qıcı kimilər fəsiləsinə aid olan maralın buynuzlarına oxşayır. Çox maraqlı. Karton xurma. Bu da karton xurma adlanılır. Zimiaceae fəsiləsindən olan bir bitkidir. Çox maraqlı bir bitkidir. Məsələn, çünki boyuna baxmayaraq kiçik razmerdə olsa da, amma onun yaşı bəlkə də 70-dən artıqdır. Məndə o bitkinin Zamioculcası var. Zamioculcas o başqa fəsiləyə aid olandır. O aroid kimilərə aiddir. Amma bu sıf Zamia kimilərə aid olan bir bitkidir. Elə onu da deyək ki, karton xurma. Zamioculcası hər kəs dollar gülü kimi tanıyır. Bəli. Məsləhət bilərdim ki, onu gec-gec sulasınlar. Bizim ziyarətçilər gəlir, soruşur ki, o niyə çürüyür? Deməyim odur ki, onu çox gec-gec sulamaq lazım. Hətta heç sulamasanız da olar. Özüm üçün vaxt qoymuşam. Ayda bir dəfə maaş alan gün onu sulayıram. Onu da düzdür, çox gözəl eləyirsiniz, çox gözəl eləyirsiniz. Ziyarətçilərə, daha doğrusu izləyicilərimiz də məhz elə eləsələr, onu tez-tez sulamayacaqlar. Ayda bir dəfə maaş alan gün sulayın görə. Bəli, bəs eləyər ona. Sizə balaca bir kiçik bir ekskursiya aparacağam Nəvərkəzi Nəbatət Bağının ərazisində. Baxın, çox maraqlı bir bitkidir, çiyələk ağacı. Baxsınız, onun gülləri də çiyələyə bənzərdir. Meyvələri də qırmızı rəngdə çiyələyə bənzər olur. Düzdür, dadı oxşamasa da, amma ki görünüşü çox çiyələyə oxşayır. Adı da çiyələk ağacı. Çiyələk ağacıdır, bəli. Bu iri meyvəli çiyələk ağacıdır. Qabaqda biz xırda meyvəli çiyələk ağacı görə bilərik. Ümumiyyətlə, Mərkəzi Nəbatət Bağında çoxlu nəsli kəsilməkdə olan bitkilər mühafizə olunur. Onlardan biri Lənkəran akasiyasıdır. O da nəsli kəsilməyə üzrədir. Ona görə də biz onu burada qoruyub saxlayıb və artırıb yenidən meşələrə köçürdürük. Qabaqda görəcəyik biz nəhəng, gözəl bir çınar ağacını. Şərq çinarıdır bu. Azərbaycanın bir gözəlidir, bir fəxridir. Nə qədər sevgi ilə danışırsınız ki. Mərkəzi Nəbatət Bağının ərazisində nəhəng sikvoya qorunub saxlanılır. Vətəni Kaliforniya olan, vətəndə ona hətta mamont ağacı deyirlər. Ən hündür bitkilər siyahısına daxil olan bir bitkidir. Qulluq olunur ona. Bəli. Sulanılır, yuyulur. Bu yeganə ağacdır. Yeganə Mərkəzi Nəbatət Bağında, belə deyərdim, Azərbaycanda ümumiyyətlə bu belə razmerdə olan, yeganə bu ölçüdə olan yeganə nəhəng sikvoya adlanılır bu. Burada mən sizə dəmir ağacını göstərmək istəyirəm. Bu da Talış zonasının aid olan bir bitkidir. Hirkan meşələrində də çox qorunub saxlanılır. O da artıq nəsli kəsilməkdə olan bir bitkilər siyahısına daxildir. Ümumiyyətlə bu aleyada vələstər, sonra şabald yarpaq palıd, istəyirəm biləsiniz ki, şabald yarpaq palıd ümumiyyətlə artıq
qırmızı kitaba daxildir. Burada qorunub saxlanılır, artırılıb yenidən meşələrə köçürülür. Mən sizə onu yaxından tanış eləmək istəyirəm. Gördüyünüz kimi həm yarpaqları da şabalıda oxşayır. Ona görə də kənarları da qıraqdan baxanda elə şabalıda da oxşayır. Şabalıd ağacına oxşayan bir bitkidir. Palıd ağacı da amma da görürsüz, şabalıdı yarpaq palıdı ona görə. Qozaları da elə iri olur ki, hətta uzaqdan şabalıdı xatırladır. Bu tərəfdə biz görürsüz, baxsınız, baxın burada qarağaclardır. Onlar da istədiyim ki, artıq nadir bitkilər siyahısına aiddir. Oduncaqlı bitkilər. Onda bu yerdə demək olar ki, nadir bitkilər var. Bəli, yığılıb, saxlanılıb və mühafizə olunur. Ümumiyyətlə botanika bağının, nəbatət bağının ən böyük funksiyalarından biri də həmin bu kolleksiyanı, həmin bu nadir bitkiləri qoruyub saxlamaqdır və artırıb yenidən reintroduksiya edib meşələrə köçürməkdir. Bu sahədə qızılgüllük sahəmizdir. Görürsünüz, bu da sarmaşan qızılgüllər, pergolaları sarmaşıb. Buralar inşallah yayda gözəlliyə çevriləcək. Hələ təzəkidir. Bəli. Ümumiyyətlə, belə deyim də, Zakavkaziyada ən böyük qızılgül kolleksiyası sırf Mərkəzi Nəbatət bağında yerləşir. Bu kolleksiya bu kolleksiya ümumiyyətlə çox böyük bir kolleksiyadır. Burada 800 sort var. Onlardan 400-ə yaxını müxtəlif ölkələrdən gətirilmiş sortlardır. Obırsılar isə gibrid formalardır, hansılar ki bizim öz alimlər tərəfimizdən gibridləşdirilib alınıb, yeni sortlardır. Onlardan onu artıq patentləşdirilib, öz adları var, bəli, çox gözəl sortlardır. Aytən xanım, siz bu məlumatları bura gələn hər kəsə verirsiniz, yoxsa bu bizə özəldir? Ümumiyyətlə, biz hər gəzintiyə gələn bir bələdçi kimi bu məlumatları veririk ki, hər kəs bilsin ki, Mərkəzi Nəbatət bağı nələrlə zəngindir. Bunu bura gələn ziyarətçilər özləri bələdçi də tələb edə bilərlər. Bələdçi də onlara bu məlumatları verir ki, həm məlumatlı olsunlar ki, Azərbaycanda belə bir zəngin, gözəl bir kolleksiya var. Mən istəyərdim ki, hamı bilsin bu haqda. Çünki bu illər boyu bizim alimlərimizin qazandığı zəhmətlə alınmış sortlardır. Həm də bələdçilərlə gəzmək həqiqətən də çox maraqlıdır. Bəzən elə bitkilər var, elə ağaclar var ki, biz onların yanından ötüb keçirik, bilmirik ki, onlar nə ağacıdır, bəlkə də nadir bir bitkidir. Amma bələdçilərlə, məsələn, mən bugün Aytən xanımla gəzərkən zövq almışam. Çünki o qədər dolğun məlumatlar verir ki, adam doymur burada gəzməkdən. Hardayam? Labirintdə. Parkın ərazisində belə canlı labirint də var. Özünüzü əsl filmdəki kimi hiss eləyə bilərsiniz. Bura həqiqətən də çox maraqlıdır. Amma deyəsən artıq biz labirintin tam mərkəzinə gəlirik. Mərkəzdə müşahidə məntəqəsi də quraşdırılıb. Bəzən əhatəmizdəkilər, bəzən elə özümüz deyirik ki, istəyirəm qulağım dinc olsun. Bax, o axtardığımız qulaq dincliyini məhz burada tapmaq olar. Çünki bizim burada eşidəcəyimiz iki səs var. Bir yarpaqların səsi, bir də quşların. Məncə, bundan artıq heç bir rahatlıq, heç bir dinclik ola bilməz. Metrdən çox uzunluğu olan bu körpüdən bir mənzərə açılır ki, bunu sözlə ifadə eləmək mümkün deyil. Daha haraları görmək olmur ki, Badamdardan başlayır, Bayıl, Bulvar, daha sonra şəhərin mərkəzi, sonra keçir Yasamal, o tərəfdə Xocasən. İnanılmaz mənzərəsi var buranın.
Azərbaycan təbiətinin həqiqətən də kiçik modelidir və digər sözlə buranı ifadə etmək olsa, Nəbatət bağı Bakının oksigen balonudur. ...2022-ci ildə Nəbatət bağında təmir bərpa və yenidən qurma işlərinə başlanılır. 2024-cü il noyabrın 28-də isə bağın açılışı olur. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bugün Nəbatət bağının ərazisi həqiqətən də genişlənib. Onu da qeyd etmək istəyirəm ki, hazırda ərazidə 8 istixana və 2 oranjeriya fəaliyyət göstərir. Bugün sizin görüşünüzə bu yaşıl, ürək açan məkandan gəldik və buranı gəzib bir daha əmin olduq ki, sizin çox uzağa getmədən yaxşı istirahət etməniz üçün Nəbatət bağı ən doğru seçimdir. Burada həm ruhunuz dincələcək, həm gözünüz, həm də özünüz. Amma bu məqamda sizdən bir xahişim olacaq. Bura gələrkən ətrafın qorunmasına xüsusi diqqət edin. Elə mənim də həmişə dediyim kimi, həm təbiəti, həm də özünüzü qoruyun. Sağ olun.